Salam əziz şagirdlər. Bu gün sizlərə coğrafiya 6-cı sinif dərsliyində olan dərəcə torunun elementləri mövzusunun izahını verəcəm. Bu mövzuda çatmalı olduğumuz təlim nəticələri bunlardır. Xəritənin dərəcə torunun izahını bilmək, xəritənin elementlərindən istifadə edərək praktik tapşırıqları yerinə yetirmək. Qeyd olunduğu kimi, yer kürəsi üzərində hər hansı məntəqənin yerini müəyyən etmək üçün xəyali xəttlər çəkilir. Bu xəttlər aşağıdakılardır. Ekvator. Yer kürəsini iki yarımkürəyə ayırır. Ekvatordan şimal ucqar nöqtəyə, yəni 90 dərəcəyə qədər, şimal qütbünə qədər olan hissə şimal yarımkürəsidir. Cənuba ən ucqar nöqtəyə, yəni cənub qütbünə qədər olan hissə isə cənub yarımkürəsi adlanır. Təbiətdə baş verən fiziki və coğrafi hadisələrin əksəriyyəti şimal və cənub yarımkürələrində fərqli və yaxud da bir-birinin əksinə olur. Məsələn, şimalda yay fəslidirsə, cənubda qış fəsli olur. Cənubda payız fəslidirsə, şimalda yaz fəsli olur. Paralellər ekvatora paralel çəkilən çevrələrdir. Onların uzunluqları qütbə doğru getdikcə tədricən kiçilir. Meridianlar şimal və cənub qütblərini birləşdirən, eyni uzunluğa malik olan yarımçevrələrdirlər. Bu meridianlardan başlanğıc meridianı olan Qrinviç meridianı haqqında indi sizə daha ətraflı məlumat verəcəm. Başlanğıc meridianı olan Qrinviç meridianı London şəhərinin yaxınlığında Qrinviç rəsədxanasından keçən meridiandır. Qrinviç meridianı yer kürəsini şərq və qərb yarımkürəsinə ayırır. Qrinviç meridianından sağ tərəf şərq yarımkürəsi, sol tərəf isə qərb yarımkürəsidir. Qrinviç meridianı 0-cı meridian da adlanır. 1884-cü il Beynəlxalq Meridian Konfransında verilən qərara əsasən 0-cı meridianın hardan keçməsi müxtəlif ölkələrdə fərqli olmuşdur. Amerikalılar Vaşinqtonu, fransızlar Parisi, ərəblər Qüdsü başlanğıc meridianın keçdiyi şəhər kimi qəbul edirdilər. Ekvator xəttinin kəsdiyi şimal və cənub yarımkürələrindən fərqli olaraq, Qrinviç meridianının ayırdığı şərq və qərb yarımkürələrində coğrafi hadisə və proseslər müxtəlif deyil. Paralel və meridianların kəsişməsi dərəcə torunu əmələ gətirir. Şəkildə meridianları və paralelləri ayrı-ayrılıqda görürsünüz. Təkrar edək ki, ekvator birinci paralelimizdir və ən böyük paralelimizdir. Ondan yuxarı tərəf şimal yarımkürəsi, aşağı tərəf isə cənub yarımkürəsi adlanır. Ekvatora paralel çəkilən xəttlər paralellər adlanır. Onların ölçüsü qütbə doğru getdikcə kiçilir. Meridianlar coğrafi qütbləri birləşdirən yarımçevrələrdirlər. Başlanğıc meridianımızın adı Qrinviç meridianıdır. O bəzən 0-cı meridian da adlanır. Qrinviçdən sol tərəf qərb yarımkürəsi, sağ tərəf isə şərq yarımkürəsi adlanır. Meridianların və paralellərin kəsişməsindən əmələ gələn tor dərəcə toru adlanır. Paralellər və meridianlar yer kürəsindəki istənilən nöqtənin coğrafi mövqeyini dəqiq müəyyən etməyə imkan verir. Meridianlara əsasən obyektlərin coğrafi uzunluğunu müəyyən etmək olur. Coğrafi uzunluq Qrinviç meridianından ölçülür. Onun coğrafi uzunluğu 0 dərəcədir. Buna görə də meridian başlanğıc Qrinviç və ya 0 meridian adlanır. Coğrafi uzunluq 0 dərəcədən 180 dərəcəyə qədər dəyişir. Eyni meridian üzərində olan coğrafi obyektlərin uzunluğu eynidir. 0 meridianından sağ tərəfə şərq, sol tərəfə isə qərb yarımkürəsidir. Meridianından sağ tərəfə, yəni şərq istiqamətdə 180 dərəcəyə qədər olan uzunluqlar şərq uzunluğu adlanır. Sol tərəfə, qərb istiqamətə 0-180 dərəcəyə qədər olan uzunluqlar isə qərb uzunluğu adlanır. Paralellər obyektlərin coğrafi enliyini ifadə edir. Coğrafi enliklər ekvatordan ölçülür. Ekvatorun coğrafi enliyi 0 dərəcədir. Ekvatordan şimala 0-90 dərəcə arası olan enliklər şimal eni adlanır. Ekvatordan cənuba 0-90 dərəcə arası olan enliklər isə cənub enliyi adlanır. Sizə belə izah edim ki, ekvator yer kürəsini iki yarımkürəyə ayırır. Şimal yarımkürəsi və cənub yarımkürəsi. Paralellər eninə çəkildiyinə görə biz onlarla enlikləri ifadə edirik. Yəni, ekvator 0-dan 90 dərəcəyə qədər şimal istiqamətdə olan paralellərdə olan ölkələr şimal enliyində yerləşir. Ekvatordan cənuba, yəni 90 dərəcəyə qədər olan paralellərdə olan ölkələr isə cənub enliyində yerləşmiş sayılırlar. Meridianlar isə yer kürəsinə uzunluğuna çəkilir. Buna görə də biz onlarla uzunluqları ifadə edirik. Qrinviçdən 0-dan, yəni 180 dərəcəyə qədər sol tərəfdə olan, yəni qərb tərəfdə olan uzunluqların üzərində yerləşən ölkələr qərb uzunluğunda yerləşmiş sayılırlar.
0-dan 180 dərəcəyə qədər sağ tərəfdə, yəni şərq tərəfdə olan ölkələr meridianlar üzrə şərq uzunluğunda yerləşmiş sayılırlar. Bizim 4 yarımkürəmiz var. Ekvatordan yuxarı şimal, ekvatordan aşağı cənub. Qrinviçdən sol tərəf qərb, Qrinviçdən sağ tərəf isə şərq yarımkürəsidir. Verilən tapşırıqlarla öyrəndiklərimizi daha da möhkəmləndirək. Birinci tapşırıqda deyilir ki, A şəklində verilən ABC nöqtələrinin hansı yarımkürədə olduğunu müəyyən edin. A nöqtəsi gördüyümüz kimi buradadır. A nöqtəsi ekvatora nəzərən hansı yarımkürədə yerləşib? Bəli, şimal yarımkürəsində. Qrinviçə nəzərən hansı yarımkürədə yerləşib? Sol tərəfdə, yəni qərb yarımkürəsində. Deməli, A nöqtəsi şimal və qərb yarımkürəsində yerləşir. Növbəti fəaliyyətimizdə deyilir: Dünyanın siyasi xəritəsindən istifadə edərək ölkələrin yerini tapın və cədvəllərin hansı xanalara uyğun gəldiyini müəyyən edin. Birinci ölkəmiz Almaniyadır. Biz Almaniyanın hansı yarımkürələrdə yerləşdiyini tapmalıyıq. Yəni, dünyanın siyasi xəritəsindən istifadə edərək Almaniyanın yerini tapaq. Bildiyimiz kimi, Almaniyanın paytaxtı Berlin şəhəridir. Yəni, Almaniya ölkə olaraq burada yerləşir. Almaniya ekvatordan yuxarıdadır. Yəni, şimalda. Bəs Qrinviçdən hansı tərəfdədir? 0 dərəcəlik meridiana baxırıq. Almaniya ondan sağ tərəfdə, yəni şərq yarımkürəsində yerləşir. Deməli, Almaniya şimal və şərq yarımkürələrində yerləşir. Deyilir: B şəklinə əsasən ABC N nöqtələrinin coğrafi uzunluqlarını tapın. B şəklində görürük ki, A nöqtəsi burada yerləşir və o Qrinviçə nəzərən sağ tərəfdədir, yəni şərq yarımkürəsində yerləşir və həmin A nöqtəsindən keçən meridian 20 dərəcəlik meridiandır. Deməli, A nöqtəsinin uzunluğu bərabərdir 20 dərəcə şərq uzunluğuna. İsə bizdən nöqtələrin coğrafi enliklərinin tapılması tələb olunur. Gəlin, A nöqtəsinin coğrafi enliyini sizinlə tapaq. A nöqtəsi ekvatora nəzərən cənub yarımkürəsində yerləşir və 20 dərəcəlik paralelin üzərində. Deməli, A 20 dərəcə cənub enində yerləşir. Hissəsində isə xəritələrin növləri haqqında məlumat verilmişdir. Ənənəvi və müasir üsullarla xəritə tərtib edilərkən müəyyən amillər nəzərə alınmalıdır. Hər bir xəritənin məzmununu əks etdirən başlığı, tərtib edildiyi miqyası və özünə məxsus şərti işarələri olur. Bugün sizinlə xəritələrin miqyası barədə danışacağıq. Xəritələr miqyasına görə 3 yerə bölünür. Böyük miqyaslı xəritələr, orta miqyaslı xəritələr və kiçik miqyaslı xəritələr. Böyük miqyaslı xəritələrin miqyası 1/10.000-dən 1/200.000-ə qədər olur və bu xəritələrdə kiçik ərazilər təsvir olunur. Məsələn, rayon, kənd, bölgə və s. Orta miqyaslı xəritələrin miqyası 1/200.000-dən 1 milyona qədər olur. Bu xəritələrdə əsasən ölkələr təsvir olunur. Kiçik miqyaslı xəritələr isə miqyası 1 milyondan daha kiçik olan xəritələrdir. Bu miqyaslı xəritələrdə nəhəng ərazilər, qitələr, okeanların və dünyanın təsvir edilməsində istifadə olunur.